Bir məcbur köçkün iki yerdə ev var. Bu o qədər belə gülməli bir şeydir ki, bunun üzərində. Niyə gülməlidir ki? Yəni Səməd əmi bir gün belə bir paylaşım elədi TikTokdakı. Deyir, elan çıxır qabağıma. Burada axtara bilərsiniz, Laçında kirayə evlər axtara bilərsiniz. Elan çıxdı qabağıma, Laçında evləri kiraya verirlər. 200-250 manat. Deyir, mən yanıram, mən oğlumun hələ sümüklərini tapmamışam. Laçına köçürülənlər evlərini çox xahiş edirəm. Diqqətlə dinləyək. Bir dəqiqə. Bir dəqiqə. Yox, bir dəqiqə də fikrimi tamamlayım. Düzgün yönətmirsiniz. Bircə dəqiqə. Qoyun bir dənə fikrimi tamamlayım. 4000-ə qədər. Birinci Qarabağ müharibəsində bizim... Yox, bircə dəqiqədə onların valideyn deyil, onlarla mən 100 dəfə görüşmüşəm. Kitab da hazırlamışıq onlarla bağlı. Dediyiniz siz emosiyanı həmin o Səməd müəllim dediniz, Səməd bəy dediniz də. Onun emosiyasını mən başa düşürəm. Onun vəziyyətini də mən çox gözəl başa düşürəm. Amma sadəcə olaraq onu o şəkildə ortaya qaldırmaq ki, Səməd dayı burada narahatdır. Allah indi yolunu açsın, qayıtsın, gəlsin. Söhbət Səməd dayıdan getmir. Bircə dəqiqə, siz onu qabardırsınız. Fakt deyirəm də sizə. Niyə Laçında deyirsiniz ki, evini kimsə kiraya vermir? Bu adama ev verilibdir, dövlət səviyyəsində. Onda ona deyək ki, dövlətin borcuydu onu verməyə. Çünki vaxtı ilə o oradan məcburi köçkün vəziyyətinə düşübdü, özünün evini tikmişdi orada. O demək dövlətin də borcudur ki, onu müdafiə eləsin, onun deyək ki, mülkiyyət hüququ da saxlasın. Bircə dəqiqə. Borcunu veribdi. Yəni onu havayı verməyibdi, onun özü evinin əvəzinə veribdi. Bu günlərdə o insan orada yaşayır. Mən də görmüşəm, mən də Laçına getmişəm, bir gecə də qalmışam, dediyiniz kimi onu da görmüşəm orada. Mən orada ta ki Şəkiyə gedirsəm, ta ki Qusara gedirsən, Qəbəliyə gedirsən, orada 150 manata, 200 manata kimsə yaşayır ha orada. Akif bəy, Laçın Şəki deyilir, siz Laçınla Şəkiyi necə uyğunlaşdırırsınız? Siz məcburi köçkünləri əlahədə bir kateqoriya kimi qoymayın. Laçının öz, nə fırlatırım, ayıb deyir, sözdə işlətmiyorum burada. Laçının öz kəndinə qayıt, öz evində alıbdır burada. Mən də görmüşəm orada. 2 dənə otağı var, 3 dənə otağı var. Bu insandır, necə ki Şəkiyə gedirsən, kimsə qonşu otağını və ya Qusara gedirsən, bu saat geniş yayılıbdır. Həyətdə bir hissəsini düzəldirlər, turistlər üçün, gələnlər üçün bir hissəsini özləri yaşayırlar. Bu adam da orada özünün belki mənfəətini güdür, orada bir dolanışıq yeri tapır orada. Bunu niyə biz bayraq elib göylərə qaldırmalıyıq ki, sən niyə evini kiraya verirsən yayda? Yəni siz də burada ümumləşdirmə meylləri görürsünüz, konkret bir nəfərin üzərinə hadisə... Yəni ümumləşdirmə meyl var deyil, şişirdilmiş bir variant orada. Yenə də deyirəm ki, bu günləri söhbət ondan gedirkən biz məcburi köçkünləri də, yəni məcburi köçkün, siz də deyirsiniz ki, qaçqınsınız həyatı bilirsiniz orada. Öz evinin xarabalığını gedib görməkdən də böyük dəhşət bir şey yoxdur. Uşaqlığı orada keçibdi, o divar oradadır, oradan o kaferin qırığı qalıbdır orada. Bu insanlar o hisslərlə yaşayıbdı. Ona görə də onların içərisində dərin bir ağır var. Laçındakı kiraya verərlər. Yox, söhbət ondan gedir ki... Onda bəs bu qədər şəhidlər verdik biz. Niyə verdik? Kiraya verdik. Niyə? Elə ki, birimizi başa düşmür. Niyə ayrı dildə danışırıq? Mən deyirəm ki, bu adam öz evinə qayıdıbdır. Öz evində bir otağını bu kiraya verirsə, bunda nə cinayət var? Niyə bunu siz emosiyada başqa bir şey? Bu adam da Şəkili kimi, Qusarlı kimi, Qubalı kimi, Batabatlı kimi bu adam da gəlir götürmək istəyir də, normal yaşamaq istəyir. Burada nə var? Niyə siz onları ayrıca bir kateqoriya ayırırsınız ki? Mən kateqoriya ayırmıyorum, siz ayırırsınız. Bunlar öz evini kiraya da verə bilməz. Ağlım bağlamayıbdı, özdə yaşayırdı. Getməyə yeri yoxdur, hara gedəcəkdir? Sizə hər kimizə orada da yaşayır və bir şey də mən sizə deyim ki, ta ki, bax, bu köçlər gedir. Hamısıyla da bağlı məlumatımız var. İstər Ağdam olsun, Ağdamın kəndləri olsun, Füzuli olsun, Zəngilan olsun, Laçın olsun. Onların hamısıyla da bağlı məlumatlarımız var. O insanların içərisində həvəslə qayıdırlar. Ayaqyalın qayıdırlar. Sevinirlər qayıtdıqlarına. Amma bu sevinç bir həftədən 10 gündən sonra bunun real bir işi olmayanda, özünüz də bilirsiniz, jurnalistsiniz deyirsiniz. Özünüz bilirsiniz ki, orada hələlik, bu da mən buna normal yanaşıram. İndiki məskunlaşma dövrünün problemidir bu. Hamının işini təmin etmək çətin məsələdir. O insan gəlir orada yemək yeməlidir, çörək yeməlidir, ailəsini saxlamalıdır. Fikirləşir. Ta ki, sabahlar gedib görsənsə, hansısa evin qabağı bağlıdır, bu adam gedib Bərdiyə, bu adam gedib Bakıya, bu adam gedib Yevlağa dolanışıq üçün nəsə işləyir, onu qınamayın siz. Qınamaq da lazımdır. Keçid dövrünün problemləri. Çoxu yerindədir. Yarımac qalsa da yerindədir. Amma onların içərisində bəziləri çıxıb gəlirlər, tutaq ki, gəlsinlər, Bərdədə işləsinlər, qazanc götürsünlər, qayıtsınlar, bir aydan sonra geçsinlər, o adamları qınamayın siz. Azərbaycan regionlarında nə qədər iş yerləri var? Kənddə olan Fatma xala məsəl üçün harada işləyə bilir? Tutaq ki, sual verirəm.
Yenə də deyirəm ki, siz başqa şeyə yönəldirsiniz orada. Yönəltmirəm. Deyirsə iş yeri yoxdur, sual verirəm də məsələn. Bilirsiniz, var iş yeri. Mən də deyirəm ki, Azərbaycanın Azdır iş bölgələrinin yerində. çoxunda iş yeri yoxdur. Fatma xala harda işləyirdi onların sualını Ona verirəm. görə də bugün Bakıya çıxın, təhcə Azərbaycan köçkünlər deyir burada. Azərbaycanın bütün rayonları Bakıdadırlar. Pensiya alan bir nənə üçün, məcburi köçkün üçün əlavə nəyə ehtiyac var ki, o gəlib evində əyləşsin? Yenə də əlavə etdi. Pul heç vaxt çox olmur. Bilin, Mən sizin də nə bilirəm, qədər o çox mən pulunuz bilirəm, olsa, təbii ki, çatmır, Aysa, o başqa şey. Çatmır, başsa bu adam qonşu otağını da verirsə kiraya, burada nə var? Nə kriminal var ki, burada bunu ümumiləşdirək.